Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Space'də son xəbər studiyada Elvin Basqallıdır. Bugün yerli vaxtla saat 15:13-də Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda zəlzələ olub. Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələnin magnitudası 5 baldan yüksək olub. Baş seysmoloq bildirib ki, yaxın saatlarda təkrar təkanların baş verməsi ehtimalı var. Qeyd edək ki, zəlzələ ilə bağlı ərazidə hər hansısa dağıntı faktı və ya tələfat qeydə alınmayıb. Hərbi dəniz qüvvələrində, Hərbi Hava Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin, Sahil Mühafizəsinin və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. Ukrayna ordusu Krım yarımadasının şimalında, Armyansk yaxınlığında Rusiyaya məxsus yanacaq və sursat daşıyan 50-yə yaxın yük maşından ibarət karvanı məhv edib. Deyəsən artıq Moskva gözyaşlarına inanır. Belə ki, Moskva yaşayış binalarının damlarında hava hücumundan müdafiə sistemləri yerləşdirir. Qəzza qəzadan çıxa bilmir. İsrail Qəzza zolağını bombalayıb. Bugün Zəngilanda kənd təsərrüfatı sahəsində dövlət proqramının icrası çərçivəsində keçirilən regional tədbir zamanı Qarabağa köç etmiş kənd sakinlərinin özlərinin yetişdirdiyi ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı məqsədi ilə yarmarka təşkil olunub. Gəncədə yol qəzasında 2 nəfər xəsarət alıb. Vaz 2107 və Toyota markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Daşkəsən rayon sakini 56 yaşlı Çərkəz Qasımov xəsarət alıb. Yaralı şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Xəbərin sonu yoxdur, son ünvanı var. Space'in son xəbəri. 051-583-2408 bu bizim qaynar xəttimizdir. WhatsApp nömrəmizdir. İşıqlandırılması istədiyiniz mövzularla bağlı çəkiliş edib göndərə bilərsiniz. Gəncə şəhər sakini qaynar xəttimizə müraciət edərək dəmir yol vağzalı ətrafında yerləşən həmişəyaşıl qalın gövdəli ağacların kəsilməsindən şikayət edib. Gəncə şəhəri dəmir yol vağzalı idarədir, dəmir yolların idarəsidir, yaşıl ağaçlardır. Bu ayda may ayıdır, may ağacı ayında ağac kəsilmir, nə budanmır. Bax görürsünüz, iri gövdəli ağaçlar budanır, yaşıl ağaçlar budanır. Bilirlər ki, dam örtü ilə zədə vurur, amma zədə vurmur, vurulsa da belə böyrü budanmalıdır. Amma yaşıl ağacı iri gövdəlini kökündən kəsirlər. Ekologiyada deyirik, ekologiya deyir, biz icazə vermişik. Quba rayonunun Qalayxudat kənd sakinləri isə qaynar xəttimizə müraciət edərək bildirirlər ki, onların istifadəsində olan torpaq sahələri bələdiyyə tərəfindən fərdi sahibkarlara yaylaq məqsədi ilə satılıb. Kənd sakinləri heyvanlarını qəbirstanlıqda otarır. Biz Quba rayon Qalayxudat kənd sakinləri hal-hazırda gördüyünüz kimi bələdiyyə tərəfindən torpaqlarımız satılıb. Heyvan otarmağa yerimiz yoxdur.
kənd qəbristanlığının ətrafında, kənd qəbristanlığının içində heyvan tutarıq. Xahiş edirik aidiyyatlı qurumlardan bu işə bir tədbir görsün, bizim torpaqlarımızı geri qaytarsın, heyvanımızı tutarmağa yer versin bizə. Çox xahiş edirik. Ətin qiymətinin bahalaşdığı və ətin xaricdən idxalının artdığı bir dövrdə kənd sakinlərinin bax bu cür şikayətlərinin daha ciddiyə alınması vacib məqamlardan biridir. Kəndli malqara saxlamaq istəyir, bunun üçün problemin aradan qaldırılmasını xahiş edir. Qaynar xəttimizə daxil olan növbəti şikayət Xəzər rayonu Buzovna qəsəbəsindəndir. Musa Nağıyev küçəsi 13 ünvanında artıq 35 ildir yaşadığını bildirən sakin iddia edir ki, Rafiq adlı Kəlbəcərdən olan bir şəxs onun evinin yaxınlığındakı ərazini 2 hissəyə bölərək satıb və həyətindəki hamamı onun evinin divarına bitişik şəkildə tikib. Şikayətçinin sözlərinə görə hamamdan axan çirkab suları evinə dolur və bu da narahatlıq yaradır. Evimə dirənmiş hamamdır. Onun üstünü suyub mənim evimin içine axır. Bax, buradan da gecə saat 12-də mənə zəng gəldi ki, evi dağıdırlar. Gəldim, gəlib baxdım, görüm, bax, taxtaları görürsünüz, tökürlər evin dibinə, altdan da tok qoyublar. Bilmirəm, evimi yandırmaq üçün nə elə. Mən gələndə 2 dənə adam mağazinin qabağında oturmuşdu, buradan da qaçdılar, o 2 mərtəbəyə girdilər. Daha bir qonşu şikayəti. Suraxanda qonşusunun kondisionerləri narahatlıq yaradır. Şikayətçi bildirir ki, qonşuluqda yerləşən və sahibkara məxsus obyektlərdə quraşdırılmış kondisionerlərin yaratdığı səs-küy səbəbindən evdə rahat oturmağın və dincəlməyin mümkün olmadığını bildirir. Suraxanı rayon Qaraçur qəsəbəsi Zaur Şərifov 85 ünvanında yaşayırıq. Demək, burada çayla çay evi deyir. İdman zalıdır, bir də marketdir. Bax, bunların kondisionerlərinin səsində evdə oturmaq mümkün deyil, yata bilmirik, çox narahatçıq. Amerika Birləşmiş Ştatlarının kosmik texnologiyalar şirkəti SpaceX-in rekord həcmli ilkin kütləvi səhmləşməsi nəticəsində Elon Musk'ın sərvəti 1 trilyon dollar həddini aşaraq onu dünyanın ilk trilyonçusu edib. Məlumata görə SpaceX-in IPO-su zamanı şirkət 75 milyard dollar vəsait cəlb edib. Hər kəs diqqətlə dinləsin bu məlumatı, bu maarifləndirici bir xəbərdir. Son günlər sosial şəbəkələrdə yeni kiberdələduzluq üsulunun yayıldığı müşahidə olunur. Bəzi istifadəçilərin profil məlumatlarında, yəni o bio hissəsində saxta phishing keçidləri yerləşdirilir. Həmin keçidlər ilk baxışdan TikTok və ya digər məşhur platformalara aid kimi görünsə də, əslində istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək məqsəd daşıya bilər. Vətəndaşın saxta linkləri, TikTok linklərini biolarına əlavə edirlər. Və siz qarşı tərəfli səhifəyə gedir, deyə qoy bugün TikTokda baxın görüm kimdir bu. Tıklayır bura və arxa fonda TikTok açılır və sizdən kamera icazəsi istəyir. Siz icazəni verdiyiniz zaman, icazəni verdiniz, avtomatik olaraq sizin kameranız açılır, adı bağlayaq ki, yerlərini örnək olmayaq. Gördüyünüz kimi mənim şəklimi çəkdi və göndərdi qarşı tərəfə. Yəni, qarşı tərəf artıq sizin kameranızı erişim elədi və sizin kameranızın icazəsini bu botun sahibinə verdi. Bu da nə demək olur? Bu demək olur ki, bu açıq aydın bir kiber cinayətdir. Qaynar xəttimiz 051-583-2408 işıqlandırmasını istədiyiniz mövzularla bağlı çəkiliş edib göndərə bilərsiniz. Masallıda 69 yaşlı qadın evində baltalanaraq öldürülüb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir. Salyan rayonunun Pambıq kəndində Kürd çayında suyun səviyyəsinin yüksəlməsi sakinlərə ciddi problemlər yaradıb. Çayın daşması nəticəsində kənddə bir sıra evlərin həyətləri və təsərrüfat sahələri su altında qalıb. Su basması təsərrüfatlara ciddi zərər vurub. Sakinlər yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyatı qurumların müdaxiləsini gözləyirlər. Xəbərin sonu yoxdur, son ünvanı var. Space TV-nin son xəbəri. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və aidiyyatı dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekurslarının məhv edilməsi prosesi həyata keçirilib. Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 24 məhkəmə hökmü əsasında qanunsuz dövriyyədən çıxarılan 326 kiloqram, 406 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 15.038 ədəd müxtəlif tərkibli həb məhv olunmaq üçün komissiya üzvlərinə təqdim edilib. Göyçay rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində avtoxuliqanlıq edən bir neçə sürücü saxlanılıb. Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı şəkildə kobud formada pozduqları üçün polis əməkdaşları tərəfindən aşkarlanıblar. Sürücülər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən həmin şəxslərin sürücülük hüququ məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib. Avtoxuliqanlıqdan indi keçək xuliqanlıq xəbərinə. Goranboy rayonu ərazisində yerləşən marketlərdən birinə daxil olan naməlum maskalı şəxs satıcını kəsici alətlə hədələyərək kassadakı 410 manatı götürüb. Hadisə ilə bağlı aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 20 yaşlı Uğur Tağıyev şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb. Təhlükəsizlik kameralarının görüntülərində onun marketə daxil olması, pulu götürməsi və hadisə yerindən uzaqlaşması əks olunub. Fakt üzrə cinayət işi başlanılıb və araşdırma davam edir. Başladı da, çox təəssüf ki, suda boğulma hadisələri başladı və belə xəbərlərin ardı arası kəsilmir. Sırağa gün 1 nəfər, dünən 2 nəfər, bugün 3 nəfər suda boğuldu. Belə xəbərləri təqdim etmək insanı üzür. Lənkəran rayonu Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaş batıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asifoğlu Quliyevin meyidi suda tapılaraq aidiyyatı üzrə təhvil verilib. Şirvan Suvarmaq kanalında isə Kürdəmir rayonu Ərəbqubalı kəndindən keçən hissəsində bir nəfər batıb. Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyidi suda tapılaraq aidiyyatı üzrə təhvil verilib. Daha 2 nəfər suda boğulurdu. Qusar rayon sakini çayda boğulub. Rayon ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı Qusar rayon polis şöbəsinin əməkdaşı tərəfindən sudan çıxarılıb. Hadisə zamanı nəvəsini xilas etmək üçün özünü suya atan 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq dünyasına dəyişib. Faktla bağlı araşdırma aparılır. Və daha bir sel xəbərimiz var. Şəmkir rayonunda çaylardan birinə sel gəlib və həmin anın görüntüləri qeydə alınıb. Anban, güclü su axını özü ilə müxtəlif məişət və digər tullantıları da gətirib. Sel sularının çaya daşıdığı tullantılar ərazidə ekoloji vəziyyətlə bağlı da narahatlıq doğurur. Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaş çayların və ətraf mühitin çirkləndirməsinin qarşısını alınması üçün daha ciddi nəzarət tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb. Qaynar xəttimizə müraciət edən Quba rayonu Dəvədabanı yaşayış masivinin sakini Ceyhun Cəfərov isə evinin su altında qaldığını deyir. Son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayında sel yaranıb. Çayı keçmək istəyən Hyundai markalı avtomobil güclü su axını səbəbindən hərəkətsiz qalaraq çayda batıb. Hazırda avtomobilin sudan çıxarılması üçün aidiyyatı qurumlar tərəfindən işlər görülür. Çayda suyun səviyyəsi isə artmaqda davam edir.
Ağdaşda avtomobili ildırım vurub. Hadisə iyunun 11-i saat 22 radələrində Ağdaş rayonu Ləki kəndinin ərazisində qeydə alınıb. Nurlan Allahverdiyevin idarə etdiyi DAF markalı avtomobildə ildırım vurması nəticəsində yanğın olub. Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb. Hadisə yerindən görüntüləri təqdim edirik. Azərbaycanın ən maraqlı, dəqiq, qərəzsiz, operativ və lakanik xəbər buraxılışını, son xəbəri izlədiniz. Xəbərin sonu yoxdur, son ünvanı var. Space TV-nin son xəbəri. Görüşərik, vədimizə sadiq olaq.